Videoya keçməzdən əvvəl zəhmət olmasa kanala abunə olub, bildirişləri aktiv edin ki, ən son xəbərlərdən xəbərdar olasınız. Bugün dünyada gedən prosesləri hər kəs izləyir. Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə yeni münaqişə zonaları açılır. Böyük fəlakətlərə və insan faciələrinə gətirən toqquşmalar, müharibələr gedir. Biz də müharibə nədir yaxşı bilirik. Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və 2-ci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı. Hətta buraya da, Mingəçevirə də öz raketlərini göndərməyə də unutmamışdı, əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta 2-ci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir elektrik stansiyasını sıradan çıxartmaq kimi təhdidlər də səsləndirirdi. Və buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaq mənzilli raketlər bunun əyani sübutudur. Yəni, bunu deməklə bir daha qeyd etmək istəyirəm ki, nə qədər bu bölgənin, bu infrastruktur obyektinin ölkəmiz üçün böyük əhəmiyyəti var. İndi isə biz sülh şəraitində yaşayırıq. 5 ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə ki, hüdudlarımızın kənarında da nə qədər tez sülh təmin edilərsə, bir o qədər həm o ölkələr üçün, həm təbii olaraq bizim üçün də yaxşı olacaq. Ancaq reallıq budur ki, bugün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq.